Salam, səhifəmə xoş gəlmisiniz. Bugün sizlər üçün chia pudingi hazırlayıram. Bunun üçün yarım stəkan südü bir qaba əlavə edib, üzərinə 2 xörək qaşığı chia toxumu əlavə edirik. Yaxşıca qarışdırıb bir gecə soyuducuda saxlayırıq. Səhər soyuducudan çıxarıb üzərinə 2 xörək qaşığı yulaf kəpəyi əlavə edirik. Daha sonra üzərinə tam yağsız və şəkərsiz yoğurt və kəsmik əlavə edirik. Dadlandırmaq üçün 1 çay qaşığı bal əlavə edirik. İstəyən bəhməz, şəkər əvəzedicilərdən də istifadə edə bilər. Üzərini bəzəmək üçün isə qoz və armuddan istifadə eləmişəm. Üzərini istədiyiniz meyvə ilə rəngləndirə, bəzəyə bilərsiniz. Qarışdırıb nuş edə bilərik. Çox faydalı, çox ləzzətli alınır. Mütləq yoxlayın. Səhifəmə abunə olmağı, videolarımı bəyənib paylaşmağı unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm.